Salam değerli izleyiciler, hər vaxtınız xeyir olsun. Bugün sizin için Time 2026 test toplusundan ümumi sınaq 6'nın izahatını verəcəyik. Suallarımıza keçid alaq. Burada qeyd edilir ki, Venn diaqram əsasına uyğunluğu müəyyən edin. Birinci Süleyman və birinci Səlimə aid olan xüsusiyyətləri qeyd edilir. Osmanlı Şimali Afrikanın işğalından başladı. Birinci Səlim dövrünə aid anı götürmürük. Dəniz döyüşdən düşmən qüvvələri məğlub edildi. Bu həm Süleymana, həm də Səlimə, ikinci Səlimə aiddir. Məsələn, ikinci Səlim Portuqalları, Süleyman isə İspanları məğlubiyyətə uğratmışdır. B ortaq cəhət. İndonezya müsəlmanların təhlükəsizliyi üçün tədbirlər gördü. Səlimə aiddir. 1569-cu ildə aid olan hadisə. Səfəvilərlə müharibə apardı. Süleymana aiddir. Deməli, YBD uyğun cavabımız B variantında verilmişdir. Digər bir sualda bu dövlət müəyyən müddət Habsburqlar sülaləsi tərəfindən idarə edilmişdir. 16-cı əsrin birinci yarısında Osmanlıya, 12-ci əsrin ikinci yarısında dəniz döyüşündə məğlub olmuşdur. Təbii ki, İngiltərəyə aid olan 1588-ci ilə aid olan döyüşdə, eyni zamanda Osmanlıya 1541-ci ildə baş verən hadisədə Osmanlı məğlubiyyətə uğramışdır. Bu İspaniya aiddir. Deməli, İspaniyada 3 rəqəm göstərilmiş ərazidə, burada da C variantında verilib. Digər bir sualda oxşarlığın yanlış verildiyi cavabı müəyyən edin. Oxşarlığın yanlış, yəni yanlış səhv verildi. Birinci Murad kimi Mahmud Qaznəli də sultan titulunu qəbul etmişdi. Doğrudur. Doğru olduğu üçün götürmürük. Süleyman kimi 3-cü Murad da Səfəvi dövləti ilə döyüşdə məğlub olmuşdur. Götürə bilərik. Məsələn, 1-ci Süleyman Həmədan döyüşü, 3-cü Murad deyək ki, Niyazabad döyüşü götürə bilərik. Deməli, uyğun deyil. Yanlış istədiyi üçün götürmədə 2-ci Osman kimi 2-ci Bəyazid də Səfəvi dövləti ilə dostluq əlaqələri saxlamışdır. Bəli, deməli, bu da doğrudur. Bizdən isə yanlış istəyir. 1-ci Səlim kimi 1-ci Süleyman da Afrikanın şimalında müəyyən ərazilərə keçmişdir. Bu da doğrudur. Deməli, burada yanlış cavabımız Y variantıdır ki, Orxan Qazinin dövründə olduğu kimi Osman Qazinin dövründə də Osmanlı dəniz dövləti idi. Xeyr, bu Orxan Qazinin dövründən başlayır. Ona görə də Y variantı uyğun cavab sayılır. Növbəti 4-cü suala baxsaq, burada qeyd edilir ki, neçəsi böyük coğrafi kəşflər dövründə Portuqallara aid olan cavabdır. Böyük coğrafi kəşflər dövrü ilk öncə bilək 15-17-ci əsrlərdir. Amma bizdə burada İspanlara aid deyil, burada Portuqallara aid olan xüsusiyyət soruşulduğu üçün yerin kürə şəklinin olması əyni şəkildə sübut edildi. Bu Fernando Magellan İspan olduğu üçün götürmürük, minusdur. İnsana dəniz yolu Portuqal, Vasco da Gama Portuqallara aid üçün götürürük. Ümid burnu Portuqallara aid götürürük, Bartolomé Dias. Kuba və Haiti adaları kəşf edildi. Christopher Columb'a aid olduğu üçün İspan donanması bunu götürmürük. Ərəbistan və Hindistan tam şəkildə müstəmləkəyə çevrilmiş oldu. Ərəbistan və Hindistan tam şəkildə müstəmləkəyə çevrildi. Bu da yanlışdır. Meksikada Azteklərin dövlətinə son qoyuldu. Bu İspanlara aid olduğu üçün götürmədik. Ona görə bizim burada uyğun cavabımız 2 doğru cavabımız oldu. C variantında göstərilib. Digər bir sualda 5-ci sualda qeyd edilir ki, hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndməyə edin. Qiyasəddin Balaban hakimiyyətə gəlməsi Moğol dövlətinin. Qiyasəddin Moğol hökmdarı deyildi, Delhi sultanı idi. Deməli yanlışdır. Ələddin Xələcin islahatları keçirməsi zəmindarlardan alınan torpaqların kəndlərə satılması, icarəyə verilməsi, olaraq satılması deyil. Şəmsəddin Eltutmuşun Əməvi sülaləsi ilə dostluq əlaqələri. Şəmsəddin Eltutmuş olsa Abbasilərlə dostluq əlaqələri saxlayar. Çünki 13-cü əsrdə Əməvilər sülaləsi deyildi. İbrahim Lüdinin iri feodallara qarşı mübarizə başlaması feodalların kömək üçün Moğol hökmdarı Zahirəd. Moğol dövləti deməli Ludidən məğlubiyyətindən sonra yaranıb. Ona görə yanlışdır. Uyğun cavabımız Y variantı olar ki, 14-cü əsrin sonlarına doğru Delhi sultanlığının zəiflənməsi, İnsan-Cəmi xırda dövlətlərə parçalanması. Digər bir sualda qeyd edilir ki, klassik orta əsrlər dövründən fərqli olaraq son orta əsrlər dövründə. Yəni, klassik 11-15-dir, son orta əsrlərdə təxminən 15 və 17-ci əsrlər götürülür. Fransaya aid olan doğru cavabı müəyyən edin. 100 illik müharibədə İngiltərə ilə müharibə apardı. Klassik feodalizm olduğu üçün götürmürük. Anglikan kilsəsi Fransaya aid deyil, İngiltərəyə aiddir.
Mərkəzləşmiş prosesi 11-15-ci əsrlərdə götürmürük. Latın dili fransız dili ilə əvəz edildi. Deməli, Latın dili fransız vəba epidemiyası yayıldı, yanlışdır bu. Deməli, Latın dili fransız dili ilə vəba epidemiyası 14-cü əsrə aid olduğu üçün götürmürük. Burada D variantı doğru cavab olacaqdır. Çünki mərkəzləşmə deyil, Anglikan kilsəsi deyil, İngiltərə ilə mübarizə apardı, bu da aid deyil. Deməli, burada D variantıdır. Bu 1530-cu ildə baş verən hadisəni nəzərdə tutur. 7-ci sualda Qızıl Ordu dövlətinin mülki işlərə, Delhi sultanlığında həm mülki, həm də hərbi işlərə başçılıq eləyirdi. Təbii ki, mülki işlərə, deməli, Qızıl Orduda baş vəziridir, hərbi işlərə bəylərbəyi idi. Burada mülki işlərə baş vəziri olar. Deməli, həm mülki, həm də hərbi işlərə baş vəzir başçılıq edib. Uyğun cavabımız C variantı olacaqdır 7-ci sualda və 8-ci suala baxırıq. 8-ci sualda qeyd edirik ki, hazırlamış olduğu xəritədə bir vaxtlar Qaraxanlı dövlətinin paytaxtı olmuş şəhəri, deməli, şəhəri dünyanın mərkəzi olaraq göstərilmişdir. Mahmud Qaşqarlıya aid olar. Deməli, A bəndi Mahmud Qaşqarlı. Dalğıc kostyumun maketini Leonardo Vinci hazırlayıb. B bəndi 3-ə aid olar. Florensiya şəhərinin himayədarı hesab edilirdi. Bu Florensiya şəhərinin himayədarı hesab edilən heykəli hazırlanmışdı. Heykəl hazırlanmışdı. Bunların heç birinə aid deyil. Deyək ki, David heykəli olar, deyil. Müqəddəs Pyotr kilsəsinin tikintisini rəhbərlik edən Rafael olmuşdur. D bəndi 1-ə aid olar. Hazırladığı təqvimdən vilayət təqvimindən daha dəqiq hesablamalar aparmışdı. Ömər Xəyyama aiddir. Deməli, Y bəndi 2-yə aid olar. Burada oldu. 1-də D, 2-də Y, 3-də B, 4-də isə A. Doğru cavabımız B variantında verilmişdir. Bir dəqiqə yenə baxaq. C variantı daha doğrusu. 1-də D'dir, 2-də Y, 3-də B, 3-də B, 4-də isə A variantı. Uyğun cavabımız C variantıdır. Digər bir sual 9-cu sualda Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada deyir ki, hərbi islahatına görə hər bir kəs kralın çağırışı ilə hərbi əməliyyatlarda iştirak etmişdir. Hər bir insan deyil, bu bütün kəslər deyil, bu azad adamlara aiddir. Ona görə A bəndi heç birinə aid deyil. Klassik orta əsrlərdə hakimiyyətdə olması ortaq cəhətdir. 2-ci Henrikdə, 4-cü Gözəl Filipdə klassik feodalizm dövrüdür. Məsələn, 12-13-cü əsrlərdə, 13 və yaxud 13-14-cü əsrlərdə hakimiyyətdə olublar. 13-14-cü əsrdə və yaxud 12-13-cü əsrlərdə, məsələn, 2-ci Henrik 12-ci əsrdə, 4-cü Gözəl Filip 13-14-cü əsrlərdə hakimiyyətdə olmuşdur. Klassik feodalizm sayılır. B ortaq cəhətdir. Qeyd edilir ki, bütün təbəqələrin dəstəyini qazanmaq üçün məclis başlatlar çağırıb 4-cü Gözəl Filip. Kralın baron qoşunlarının asılılığının azaltması Henrikə aid hərbi islahatına əsasən Flandriyanın bir neçə şəhərini ələ keçirilməsi. Deməli, burada olur. Flandriyanın bir neçə şəhərin ələ keçirilməsi 4-cü Gözəl Filipə aid olar. Deməli, 1-də D olur. 3-də B olmalıdır. 3-də B olmalıdır. Deməli, 1-də D olmalıdır. 1-də D olmalıdır. 2-də C olmalıdır. 3-də B bəndi. Deməli, B variantında doğru cavabımız verilib. Digər 10-cu sualda qeyd edilir ki, verilmiş məlumatlardan neçəsi 2-ci Mehmet və 2-ci Bəyazid üçün oxşarlıq təşkil edir. Venesiya qarşı mübarizə, bəli, 2-ci Bəyazidə də aiddir və 2-ci Mehmet də mübarizə aparıb. Ona görə də burada Pilos doğrudur. Ağqoyun Yaqub Padşahla dostluq əlaqələri saxlayan Bəyaziddir. Bunu deməli götürmürük. Hakimiyyətin zorla endirilməsi 2-ci Bəyazidə aiddir. Bu oxşar cəhət istəyir. Dövlətin paytaxtının İstanbul olması ortaq cəhətdir. Mövcud olmuş dövlətlərin paytaxtını tutması. Azərbaycanda mövcud olmuş dövlətin paytaxtını tutması heç birinə aid deyil. Deməli, burada 2 doğru cavabımız oldu. A variantında doğru cavab verilmişdir. 10-cu sualda və 11-ci sualda qeyd edilir ki, hadisə nəticə əlaqələrin düzgün verildiyi cavabı müəyyən edin. Hadisə nəticə əlaqələrin düzgün verildiyi qeyd edir.
Dördüncü gözəl Filipin Flandriyanı birləşdirməyə cəhd etməsi, Flandriyada üsyan baş verməsi. Böyük Azadlıq Xartiyasının qəbul edilməsi Fransada. Böyük Azadlıq Xartiyası İngiltərəyə aiddir. Kresi döyüşünün baş verməsi, Fransa kralının əsir düşməsi. Bu Poitiersdə deyildi, Kresidə də deyildi. Azincourt döyüşünün ingilislərin qalib gəlməsi Fransanın şərq ərazilərinin tamamilə İngiliz, şərq deyil, şimal hissəsidir. Fransanın şimalının İspaniya və İtaliyaya yaxın yerləşməsi, şimal şəhərlərinin şərq şəhərləri ilə sıx əlaqələr saxlanması. Fransanın şimalının İspaniya və İtaliyaya yaxın yerləşməsi. Xeyr, əslində cənubudur. Deməli, uyğun cavabımız A variantı olacaq. Digər 12-ci sualda Böyük Moğol dövlətinin qızıl əsri hesab edən hökmdarın hakimiyyətə gəldiyi əsrin son rübündə, deməli, Əkbər Şahın dövrüdür. 1556-da hakimiyyətə gəlib Əkbər Şah. Deməli, bu əsrin son rübü, yəni 16-cı əsrdə götürülür. 16-cı əsrin son rübündə götürmək lazımdır. Təxminən 76-1600-ə qədər. İngiltərə qızıl dövrü sayılır. Qızıl İngiltərə Respublikasının deyir. Bunda Respublika 1649-da İngiltərə Respublika olub. A variantı yanlışdır. Sülalə dəyişikliyi. Sülalə dəyişikliyi 16-cı əsrin sonları İngiltərədə baş verməyib. Bu yanlışdır. 16-cı əsrin 40-cı illərin Osmanlıya məğlub olan ölkənin hərbi donanması. Bu İspaniya məğlub olub. 1541-ci ildə. Deməli, onu da 1588-də İngiltərə məğlub edib. Ona görə uyğun cavabımız C variantıdır. Anglikan kilsəsi 16-cı əsrdədir, lakin sonlarına aid deyil. Parlament 1265-də fəaliyyətə başlayıb, yanlışdır. Deməli, C uyğun cavab olur. 13-cü sualda Osmanlı qanunnamənin qəbul edildiyi əsr. Qanunnamə 2-ci Mehmedin dövrüdür. Onun qəbul etdiyi əsrə aid olan xronoloji adıdır. Deməli, 15-ci əsr bizdən soruşur. 100 illik müharibənin başlanması Osmanlıda, qanunnamənin qəbul etdiyi əsrdə Avropada baş vermiş hadisə. Avropada 100 illik müharibənin başlanması. Deməli, 15-ci əsrdə 100 illik müharibəni götürmürük. 1337-də başlayıb götürmürük. 11-ci Ludovik hakimiyyətdən getdi. Bəli, ola bilər. 15-ci bunu götürürük. Otluq Beli 1473-dür, götürə bilərik. Fransa və İngiltərə arasında sülh bağlandı. 1453-də bunu da götürürük. Deməli, 15-ci əsrə aid Fransa İngiltərəyə qarşı partizan müharibəsi taktikasından istifadə etdi. Bəli, bu da deməli olub. Bunu da tətbiq edib, deməli hardasa Orlean hadisəsində bunu da götürə bilərik. Deməli, burada götürmədiyimiz yalnız bir idi. Bir olan variantları çıxırıq. Deməli, digərlərini isə ardıcıllıq böcürü olar ki, əvvəlcə olmalıdır. Deməli, partizan müharibəsindən istifadə 5, yəni 5-i birinci götürürük. Sonra sülh bağlandı, 1453-də sülh bağlandı, 4-ü götürürük, sonra 3-ü götürürük, sonra 2-ni götürürük. Yəni, burada C variantı uyğun cavab oldu. Digər 14-cü sualda qeyd müvafiq olaraq özünü Roma papasının vassalı hesab etmiş. Vassalı hesab edən burada İngiltərədir. Deməli, digər Roma papasının özündən asılı vəziyyətə salınmış. Məsələn, baş ştatların köməyi ilə kim asılır? 4-cü gözəl Filip Fransada idi. Deməli, 1 olar. Deməli, əvvəl 3 gəlir, sonra 1 olur. Deməli, uyğun cavabımız C variantında verilib 14-cü sualda. Və növbəti 15-ci suala baxsaq, burada qeyd edirik ki, Misir Fironu 1-ci Tutmosun, Makedon İskəndərin eyni zamanda Səlcuq hökmdarı Məlik Şahın tutmuş əraziləri hansıdır? Bu Suriya idi, Fələstindir, bu ərazilərdə. Yəni, bu təbii ki, ön Asiya ölkələrinə bu ərazilərə hücumlar edilib. Ona görə də burada rəqəmimiz B variantı 3 olur. Digər oxşarlıq düzgün verilməyib. Səlcuq Sultanı Məlik Şah kimi Monqol hökmdarı Çingiz xan da hərbi islahat keçirib. Doğrudur. Bizdən isə yanlış istəyir. İngiltərə kralı 1-ci Wilhelm kimi Bilaki hökmdarı Qazan xan da məhkəmə işi ilə bağlı tədbirlər həyata keçirib. Deməli, B yanlış olur da. Wilhelm məhkəmə islahatı keçirməyib, ikinci heyət keçirib. Uyğun cavabımız B'dir.
Osmanlı sultanı 2. Mehmet kimi Səlcuq sultanı Alparslan da Bizans qüvvələrini məğlub edib. Doğrudur. 2. Mehmet Bizans məsələn 1453-də. Burada da Malazgirt döyüşü. Salavi hökmdarı Mərzban Məhəmməd kimi Osmanlı Bəyazid də qanunnamə qəbul vergi sistemini nizamlayıb. Bir dəqiqə. İngiltərə kralı 1. Wilhelm kimi mülaki hökmdarı Qazan xan da məhkəmə işi üzrə Wilhelm ola bilər. Burada olub. Burada cavabda yanlış cavabımız yenə də baxıram burada. Ələddin Xələt kimi Atabəy hökmdarı Özbəkdə Monqollara qarşı vuruşub. Bu doğrudur. Salahi Mərzban Məhəmməd kimi 2. Bəyazid də qanunnamə qəbul edərək vergi sistemi 2. Bəyazid 2. Mehmet qəbul edilib. Ona görə də burada D-ni götürürük doğru cavab kimi. 17-ci sualda qeyd edirik ki, daha gec baş vermişdir. Niqbolu olub 1396, Maltepe 1329, Çirmən 1371, Təbəriyyə 1187, Kosova 1389 olar. Burada deyir ki, daha gec baş vermişdir. Daha gec baş verdiğini qeyd edirsə, burada Niqbolu döyüşü olacaq. Yəni Niqbolu döyüşü də A variantında verilmişdir. 1396. Digər 18-ci sualda qeyd edirik ki, yanlış variantı müəyyən edin. Əmir Teymur Çinə yürüşə hazırlaşarkən vəfat etdi. Doğrudur. Terek döyüşündən sonra Teymuri qüvvələri toxtamış təqib Saray Batı. Saray Batı deyil, Saray Bərkəni demişdi. Ona görə B doğrudur. Teymur Hindistan'a yürüş etdikdən bir il sonra Azərbaycan 3-cü yürüşü. 1398-99'da bəli Azərbaycan hücum edib bu 3-cü yürüşdür. Şahrixin dövründə dövlətin paytaxtı Qaraqoyunlu qüvvələri tərəfindən tutulacaq. Yəni Heratı tutublar. Bəli, Herata köçürülüb düzdür. Hüseyn Bayqaranın dövründə dövlətin nüfuzu bərpa edilir. Doğrudur. Deməli, yanlış cavab belə B variantıdır. Növbəti deməli 19-cu sualda xronoloji ardıcılı müəyyən edin. Papa 3-cü İnnokentinin rəhbərliyi xaç yürüşü. Bu 4-cüdür. 4-cü xaç yürüşü də 1202-də baş verib. 2. Latin imperiyası 1204-də yaranıb. Bizansın Konstantin xaçlar tərəfindən tutulması. Bu da elə 1204-də. Selahaddin Əyyubin Qüdsü azad etməsinə cavab olaraq başlamış xaç yürüşü 3-cü xaç yürüşüdür. 1089-da baş verib. 89-da. İndi ardıcılıq olacaq 4. Deməli 4 1 olar. Sonra Konstantinopolun tutulması 4 1 3 2 olar. 4 1 3 2. 4 1 3 2 C variantında verilib. Digər bir sualda qeyd edirik ki, verilmiş məlumatlardan hansı aşağıdakı şəxslərin heç birinə aid deyil? Biliyi müşahidə və təcrübənin köməyi ilə əldə edilini bildirirdi. Roger Bacon'a aiddir. A gedir. İlk dünya səyahətini başa çatdırmış İspaniyalı səyyahdır. İlk dünya səyahətini başa çatdırmadı. Fernando Magellan tam başa çatdırmadı. Tərəfdarlar Lüteranlardır. Bu Martin Luther'ə aiddir. Bu da yoxdur. Moskva şirkətinin fəaliyyətini ölkəsini qadağan etmişdi. 4-cü İvanda gedir. Burada Fransada protestantlığın etiqadlarından birini yaratmışdı. Kalvinizmdir. Bu da Jean Calvin'e aiddir. Jean Calvin var. Deməli, aid olmayan Fernando Magellan'a aiddir. Burada da uyğun cavabımız təbii ki məlumatlardan hansı şəxslərin heç birinə aid deyil. Deməli, burada olur B variantı. Doğru cavabımız B variantı olur.